Münasibətlərdə 4 davranış modeli vardır ki, bunlar ciddi mənada münasibətə dağıdıcı təsir göstərir. 1. Tənqid. Burada daha çox sən dili ilə danışılır. Sən həmişə belə eləyirsən, sən mənə kömək eləmədin. Burada qarşı tərəfin davranışına görə yox, şəxsiyyətinə yönəlik vurulur. Və qarşı tərəf özünü dəyərsiz, qorumasız, müdafiəsiz hiss edir. 2. Müdafiələnmə. Qarşı tərəfdən irad gələn kimi dərhal müdafiəyə keçirik. Mən belə etməmişəm, sən belə deməsəydin, mən də belə deməyəcəkdim. Sanki bütün məsuliyyəti öz üzərimizdən atırıq. Bu münasibətdə bir həll yolu yox, əksinə daha da çıxılmaz vəziyyətə salır. 3. Təhqir və ya həqarət. Bu ən dağıdıcı olanıdır. Lağ etmək, ironiya ilə yaxınlaşmaq, qarşı tərəfə alçatmaq, bu sevgini öldürən ən başlıca davranış modelindəndir. Və bu davranış şəkilləri varsa, bu münasibətdə ayrılıq yüksək ehtimaldır. 4. Divar hörmək. İnsan o qədər yüklənir ki, artıq danışmaq istəmir. Amma susmaq, otağı tərk etmək, reaksiya verməmək qarşı tərəfə sən artıq mənə lazım deyilsən mesaj verir. Və bu münasibəti donma nöqtəsinə gətirib çıxarır. Əgər bu 4 davranış modeli sizin münasibətinizdə varsa, münasibətiniz artıq təhlükədədir. Və bunu zamana buraxıb öz-özünə düzəlməyini gözləmək münasibətin içdən-içə çürüməsinə səbəb olur.